Xəstəliklərə qarşı bəs necə mübarizə aparır? Xəstəliklər ilin rütubətindən asılı olaraq çoxalıb azalır. Yəni yağıntılar çox olduğuna görə Ən çox yəni hansı vaxtda olur xəstəliklər? yaz aylarında, Yazda. may ayının sonlarına qədər. Yəni bu illəri iyun ayında da oldu. Yəni nə qədər ki hava rütubətlidir, bir o qədər xəstəlik Əsasən çox Almada yayılır. hansı xəstəlik o? Dəmgil, alternariya, Alternarosa. göz çürüklüyü deyirik. Odur. Ondan sonra pas. Pas da nədir? Unlu şehdən əmələ gələn bir şeydir. Çoxsu bilmir bunu. Yəni bizim də mənfi cəhətimiz odur ki, artıq havalar isinməyə doğru gedir ha. Biz qribok dərmanlarını, paraşoklar deyirik də. O dərmanlarla biz may ayının artıq fungisitlərlə bəli. May ayının ortalarında artıq bitiririk ki, rasxodumuz çoxalmasın, xərcimiz çoxalmasın. Həmin unlu şeh xəstəliyi də oyanır əsas o vaxtı. Hava da yağıntılı keçdi. Məsəl üçün dəmgil hava yarpağın nəmli olma saatı, havanın temperaturuna görə də yayılması intensivliyi. Yəni saata görə özün göstərir də. Ara bir yağış yağır, tez isti olduğuna görə o qədər də yəni önəm vermirik. Amma unlu şeh üçün lazımdır ki, mütləq yəni o xərci göz qulaq ardı eləyib mütləqdir ki, müalicəmizi aparaq.